Saatlı rayonunun Mollavazlı və Bəylər kəndlərində içməli su layihələrinin açılış mərasimi keçirilib. Tədbirdə Dövlət Su Ehtiyatları Agentliyi, rayon icra hakimiyyəti, agentliyin nümayəndələri və kənd sakinləri iştirak edirlər. Hazırda bir çox bölgələrdə əhalinin içməli və suvarma suyu ilə təminatı istiqamətində böyük layihələr icra olunub. Bu layihələr növbəti illərdə də davam etdiriləcək. Əsas məqsəd kəndlərdə yaşayan əhalinin dayanıqlı və keyfiyyətli içməli, eləcə də suvarma suyu ilə təmin olunmasıdır. Saatlı rayonu Mollavazlı və Bəylər kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədi ilə şəhərin mövcud su təchizatı sisteminin imkanlarından istifadə edilməklə kənd daxili şəbəkə sistemi inşa edilib. Layihə çərçivəsində Mollavazlı və Bəylər kəndi üzrə 3790 nəfər əhali mərkəzləşdirilmiş su təchizatı sistemi ilə təhciz edilib. 7 kilometr Mollavazlı kəndində, 4 kilometr isə Bəylər kəndində su xətti inşa edilmiş. Bununla da 350 nəfər Mollavazlı kəndində, 296 nəfər abonent isə Bəylər kəndində su ilə təmin olunmuşdur. Mollavazlı və Bəylər kəndinin sakinləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib, layihənin icrasında əməyi olan hər kəsə və bu sahədə çalışan əməkdaşlara təşəkkür ediblər. Su təchizatı ümumiyyətlə Muğan zonası şəxsən Araz boyu kəndlərdə çox pis vəziyyətdə idi. Ona görə ki, Araz çayına bədnam qonşularımızın buraxdığı görüş mis mədəni buraxdığı tullantılar ora daxil olur. O da qorxuluydu. Xalq üçün çox qorxuluydu. Bu su çəkilişindən qabaq çox çətinliklə Sabir kanalından nə bilim güyümlə, boçka ilə filandan su daşıyırdıq. Sağ olsun bu kollektivi, bu rəhbərliyi çox təşəkkür edirik. İndi kranı açırıq, suyu götürürük, lazım qaydada içməli su istifadə edirik. 2026-cı il ərzində layihənin davamı olaraq rayonun Əli Soltanlı, Potubəyli kəndlərində mərkəzləşdirilmiş su şəbəkəsinin və sayğacların quraşdırılması işləri və həmçinin su təchizatı zəif olan Nabat və Çolpu kəndlərinin su təminatı məqsədi ilə 2026-2027-ci illərdə su təchizatı sisteminin layihə sənədlərinin hazırlanması və tikintisi işlərinin icrası planlaşdırılır.